Salam əziz dostlar. Dostlarım deyir ki, çoxdandır belə videolar çəkmirsən. Mən də qərara gəldim, gedim hara, bazara, pendirdən alım. Bu pendir bilirsiniz nədir? Qaymaq. Pendirimi alıram. Daşmayın bazarı ucuzluqda. Bilirsiniz necə su qiymətinə. Axı mən niyə görə gedim marketdən 3 manatlıq olan şeyi 9 manata alım. Sonra da xəsis səməsə. Yox, xəsis sat deyilmi? Düzgün pul xərcləyirəm. Nəyə görə artıq verməliyəm? Hər şey təzə, bax. Ətri də gözəldir, çiyələyi ucuz, bütün tərəvəzlər ucuz. Bazarlığımı edirəm, ətimi də alıram Səməddən, gəlirəm evə, bax, Nə hazırlayıram? Apelsinli qaymaqlı ət, antrikot hazırlayıram sonra, 3-4 cür yeməklər pişirəm, çünki belə ən sevdiyim qonaqlarım gələcək, onlar üçün hazırlayıram. Hazırlamaq qaydasını axıra kimi çəkmədim, sözün düzü, istəmədim biraz sıxılasız, belə antrikot tuxovkada. Dufovka deyirlər, biri tuxovka deyir, mən bir tuxovka deyirəm. Çox ləzzətli olur da, kababdan da dadlı olur. Bax bu, həmin o qaymaqlı, apelsinli ətdir. Ay Məhəmməd! Azam. Ay canım sənə qurban olsun, sən də gəl yeməyə ye, sən necə olur? Çox dadlı olur, bilirsən Məhəmməd? Hə? Yemirsən sən bundan? Əzizlərim, siz də hazırlayın, nuş olsun hər birimizə.